Bu gözəlliyin ta üstündə o tərəfdə şəlalə var. Çəkmişəm, paylaşmışam. Bura Burqbaqdır. Amma məni ən çox belə maraqlandıran isə çoxlu maşınlar var. Bir hardasa 10-15'i buradadır, qalanları da buradadır. Parking pulsuz. Mənim gözəlim də orada oynayır. Burada isə pulsuz tualet. Və tualet məndən aldı da, yəni konkret. Yəni təmizliyə bax. Çoxlarının evində belə təmiz tualet yoxdur. Yəni hansı ki parkingin ortasında tamamen pulsuz. Sonra da Almanya dağılır. Almanya məhv olur. Onlar da Azərbaycan orada bir dənə dayday qolunda qırmızı ilə girən çıxan maşınlardan pul alardı. Tualetə girənlərdən pul alardı. Hə mənim balam. Şəlaləyə gedən yerdə belə bir şey hazırlayıblar. Şəlalənin suyundan eyni. Burada içkilər var. İstənilən insan açıb götürüb içə bilər. Mineral sular. Bu nədir belə? Nasıl gedib gözüm görmür. Aha. Bu Hochdorfer'dir nədir, neyse ondandır. Bu nədir ki burada? Yəqin ki limon. Yo, 2% alkol var içində. Deyəsən pivədir. Buz kimi pivə. Bax, burada belə başqa bir şey də var. Nədirsə bilmirəm. Qapaqlarını oratırıq. Bir sözlə. Bu da kassadır. Bunu da belə kassa atırlar. Qiymətləri də burada yazılıb. Və burada da heç bir nə kamera var, nə yoxlama var. Bu meşənin ortasında, yəni nə kamera olacaq ki, təbii ki. Belə insanların bir-birinə hər zamanki kimi etibarı meşələrin ortasında. Смотри, какая красота! Вау! Да? Вау! Красиво, да. Ау, 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 ау. Да? Да? Ла-ла-ла-ла-ла. 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 Biz burada klaskanı koymuşuq. Çıxmışıq dağın başına. İndi gedib kalaskamızı götürəcəyik dağın ətəyindən. İndi mənə maraqlıdır ki, görən Azərbaycanda olsaydıq və biz belə kalaskanı yiyəsiz qoysaydıq, görən icazə gələndə yerində tapa bilərdikmi? Və bu 650 avroluq kalaskadır. Yəni belə. Bu da Alman etibarı və Alman mədəniyyəti.